Güvenirik Allah ilə. Şeytandan müraciət etmişdən, Bismillahir Rahmanir Rahimin. Həmd Allah üçündür, Rəbbidir aləmlərin. Aqibət xeyir Allahdan qorxanlar üçündür, Allahın sülhü, əmin-amanlığı. Rəhməti, bərəkəti olsun, Allaha iman getirən, pis əməllərdən çəkinən, bir-birini haqq ilə, bir-birini səbr ilə tövsiyə edən bəndələrin üzərində. Və Allahın lənəti olsun, Allahın düşmənləri üzərində və Allaha iman getirən bəndlərinin düşmənləri üzərində bu gündən axirətin gününəcən, amma sonra. Allahın salamı olsun İbrahim oğulları üzərində, adam övladlarının üzərində o kəsləri ki, bizi bu Justin TV vasitəsilə izləyirlər və Allaha tərəf qayıdacaqları günə ümidləri var və əməllərinin islahatına qalxırlar. Və Allah mübarək bərəkətli etsin İbrahim oğullarının bu ikinci əfşihinin 29-cu gününü ki, Allah bizlərə öyrədib, bunu bizlərə təqvim əta edib, yəni bizlərə bilmədiklərimizi öyrədib, Allaha şükürlər olsun. Və Allah mübarək bərəkətli etsin ki, 14 il bundan qabaq ki, hadisə baş vermişdir. Yəni bu Allahın ayətləri əsasında hadisə idi. Bu özü də bir hədis idi, amma bu hədisi, bu hadisəni Allahın izni ilə biz real yaşadıq və Allahın ayətlərinin açılışının şahidi olduq. Yəni o baxımdan edirəm ki, Allah mübarək eləsin bu şəhadətimizi. Yəni biz şahidlik etdik orada, o hadisələrdə, Allahın ayətlərinin açılışında. Yəni heç mən çox da fikirdə deyiləm ki, bunu hədis formasında, üstündə dayanım uzun uzadı. Yəni Allahın ayətlərinin açılışına əsasən, müəyyən bir hadisələrə əsasən, ayətlərə müraciət eləmək olar ki, bəli, o vaxtacan ki, Allah öz ayəsini qaldırmamışdı, hamı bərabər yaşayırdı, heç kimin haqdan xəbəri yox idi, yəni hamı özünə müsəlman idi, biz də orada onlardan biriydi. Və onda ki, Allah qaldırdı öz ayəsini, bu Xələ kəndindən, Rəsul məfhumunu, və onda insanlar başladılar iki firqəyə bölünməyə. Yəni, Rəbləri barəsində mücadilə edən iki firqə oldular. Yəni, bizlər də mücadilə edirdik, amma haqda mücadilə edirdik. Amma əks tərəf mücadilə edirdik, haqdan döndərmək üçün mücadilə edirdik. Və Allahın minnət sayəsində, bəli, Allahın izni olmadığı heç bir hadisə baş vermir. Amma Allahın izin verdiyi bu hadisədə Allah bizə xeyir qoydu. Yəni, Allahın izin verdiyi hadisə ancaq xeyirli işlərdədir ki, kimlər üçünsə bu pis görsəndi, ziyan görsəndi, Allah göstərdi onların sifətini ki, o insanlar münafiqlər idi, fasiqlər idi, yəni gəlirdilər Allahın yoluna, Allahın dinini qulluq edirdilər, amma haqq zahir olandan sonra onlardan bir firqənin kərahəti oldu bu hadisədə. Yəni, bilirik, şükürlər olsun, yəni bilənlər bilir, olanlar olub o hadisədə ki, Bəqərə surəsinin 114-cü ayəsində yaşandı ilk növbədə ki, kim zalimdir o kəsdən ki, maniyədir səzdə yerinə Allahın ki, zikr edilə orada ismini onun və səy edir xarablığına oranın. Həmin onlardır ki, olmadı onlar üçün ki, daxil olsunlar ora, ancaq xof içində onlar üçün dünyada rüsvayçılıq və onlar üçün ahirətdə əzab var, əzəmətli. Əgər Allah deyir, məscidlər Allah üçündür, çağırın Allahı, məxlus edərək onun üçün dini, çağırmayın onunla yanaşı birini, Allah minnət qoymuşdur. Və o məsciddə ki, Əmircan kəndində, Xələ kəndində, Şeyx Nizamədin Əmirhəz məscidində insanlar yığılışırdılar, paklığa meyl edirdilər. Allah yad olunurdu, Allahın nazil etdiyi bu mübarək Quran ki, Məhəmməd əleyhissalamın üzərində nazil olub, o daim orada qiraət olunurdu. Əks tərəfdən özlərini İslamda sayanlar, müsəlmanlar deyil, Məşədlər, Kərbəlaylar, Hacıların fütvası ilə ki, bunlar Peyğəmbər Məhəmməd əleyhissalam qəbul edilər, onun üzərində nazil olan Quranın qiraət olunduğu yerə zülmlə gəldilər. Yəni, söyüşlə, təhqirlə, ayaqqabı ilə keçdilər. Hətta Allah Teala Quranda göstərir bizlərə ki, hətta evlərə daxil olmamışdan qabaq belə, əgər birinin evinə gedilirsə, ondan icazə almamış, o evin yiyəsindən icazə almamış ora girmək qadağandır. Yəni, Allah icazə vermir ona. Əgər birdən deyilsə ki, qayıt dala, o insan qayıtmalıdır, daha o evə girməməlidir.
Amma bu insanlar görünür Qurandan xəbərləri olmadı, yox idi və yaxud da olduğuna xəbərləri vardı, inanmırdılar. Unutdular ki, bu məscid Allahındır. Allahın izni vardı ki, o məscidin açılmasında. Amma onlar bu Allahın izninə məhəl qoymayıb və nəfslərini zülm edərək gəldilər. Bəli, bir çox ayətlər yaşandı o gün Allahın izni ilə. Bu da Allahın sınaması idi bizləri, inananları sınaması üçündür və orada olan inananlarla xəbisi bir-birindən ayırt etməsi üçündür. Əgər bu hadisə olmasaydı, orada inananla xəbis ayırt olunmayacaqdı. Yəni, bu hadisə də belə də gedəcəkdi, bilinməyəcəkdi kimin kimliyi. Amma Allah bu hadisəyə izin verdi, bu hadisənin törənməsinə izin verdi. Bəli, onda bəlli oldu. Kim kafir, münafiqdir, kim sadiqdir, qaldı Allah yolunda. Allah bu günəcən də göstərir ki, bəli, o kəslər ki, Allah yolunda döyüşdülər, yəni səbr etdilər, döyüşməyimiz də bizim səbr etməklə oldu. Bəli, onlar qalıblar, o kəslər ki, Allahı və axirəti, Allahı və onun rəsulunu istədilər. Yəni, dünya hərisliyinə uzaq olub, Allah yolunda səbr edib dözdülər. Bəli, o kəslər ki, şeytan onları azdırmışdır. O da bir ayədir, 8-ci Surənin 48-ci ayəsində ki, Allah buyurur ki, onda şeytan onların əməllərini onlara zinətli etdi və dedi, insanlar içərisində bugün sizə qalib gələn yoxdur və mən sizin qonşunuzam. Amma elə ki, iki dəstə göründü, o dabanı üstə qayıtdı və dedi, mən uzağam sizdən həqiqətən nə ki mən görürəm. Onu siz görmürsünüz, həqiqətən mən xoflanıram Allahdan və həqiqətən Allah şiddətlidir iqaba. Onda münafiqlər və o kəslər ki, qəlblərində mərəz var, deyirlər, bunları dinləri məğlul etdi. Kim Allaha təvəkkül edərsə, həqiqətən Allah əzizdir, həkimdir. Bəli, şeytan onları azdırdı, onları qürurlu etdi. Onlar bizim fövqümüzdən, aşağı tərəfdən hücum çəkdilər məsciddə. Yəni, Allahın məscidinə hücum çəkdilər. Amma elə ki, şeytan onları qızışdırdı və şeytan onların görmədiyini görəndə qaçdı, onları tərk etdi. Yəni, onlara dostluq etmədi və sonra da onların aqibətinin nə olduğunu gördük. Və onların bizimlə döyüşünü də gördük ki, onlar sizinlə döyüşməzlər, ancaq möhkəm divar arxasından. Yəni, polislə, icra hakimiyyətinin nümayəndəsi ilə ki, onların da içərisində çürük insanlar var idi. Gəlmişdilər. Allah göstərdi ki, bəli, o kəs ki, belə deyək, atlanıb düşürdü məscidin içində, polisin arxasından yumruq atırdı. Nə bilim, şillə atırdı. Onda ki, polis ona şilləni vurub, onu təhqir edilən, dedi, məni üç döysən. Məni üç vurursan, şükür Allah bizə göstərdi ki, bəli, bu insanlar doğrudan da zəlil olublar, şeytan bunları azdırır. Bəli, Allaha şükürlər olsun, Allah bizlərə minnət qoydu və Allah bu hadisənin özündə, yəni görürük, Məhəmməd Əleyhisselam haqqında kino da çəkiblər, orada da gördüyü müəyyən bir oxşarlıqlar var idi ki, onlar səbr etdilər, dözdülər, amma sonradan, bax, 14 il keçib üstündən, o kinoda göstərir ki, bunlar oxçular, nizəçilər, döyüşdülər, elələdilər, elədilər. Amma Allah bizə göstərdi ki, elə deyil, Allaha şükürlər olsun. Allahın qanunda dəyişiklik yoxdur və bir ayəyə istinad edərək, Allahın izni ilə Allah onların qalan malından öz rəsuluna verdi, siz onları ələ gətirmək üçün nə at çapıbsınız və nə dəvə sürübsünüz. Lakin Allah öz rəsullarına hər kimin üzərində istəsə sultanlıq verər, Allah üzərində küllü şeyin qadirdir. Bəli, bizlər onlarla nə at çapdıq, nə dəvə sürdük, nə onları, belə deyək, öldürdük, fiziki cəhətdən, səbr etdik, dözdük və Allah da bizə göstərdi ki, bəli, Allahın qanunda dəyişiklik yoxdur, Allah səbr edənlərlədir, səbirsizlərlə deyil, Allaha şükürlər olsun. Yəni, uzun bunun üstündə durmaq fikrim yoxdur. Sadəcə olaraq bu hadisə baş vermiş ki, ona görə bu, belə deyil, mövzuya müraciət etdim. İndi Allahın izni ilə, Allahın bizə Quran ayətlərlə öyrətdiyi istəklərdən yerinə yetirir və Quranın qiraətinə başlayın. Güvənirik Allah ilə şeytandan müraciət etmişdən, Bismillahirrahmanirrahim. Rəbbimiz, sənin izninlə və yardımınla başlayırıq.
Mübarək Quranın çevirməsinin qiraətinə bərəkətli et və qəbul et bizdən niyyətimizi və elmimizi artır, vasitə axtarır üzərinə səni özümüzə arxa vəkil bilib, sənə təvəkkül etməyə dillərimizi sənin zikrin və şükrinlə rəvan et, at qəlbimizə o şeyləri ki, axirətin günündə bizlərə nicat verər, cəhənnəm əzabından bağışla, bizləri rəhm et, sən rəhm edənlərin ən yaxşısan, qəlblərimizdən kini, küdrəti, paxıllığı, təkəbbürlüyü və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizlərə kömək et, nəfsimizi, ruhumuzu və canımızı əqlimizə tabi etməkdə bizlərə yardım et, ən gözəl nemətlərindən olan neməti, şəhadəti bizlərə qismət et. Əraf surəsi 171-ci ayəsindən qiraət edəcəm. Onda ucaltdıq biz dağı, onların fövqlərində bulud kimi kölgə salan və zənn etdilər ki, həqiqətən üstlərinə düşəcək, götürün nə ki ətə etmişik sizə qüvvətlə və yad edin nə ki ondadır, ola ki müttəq olasın. Əgər Allah bizlərə də öyrədir ki, vaxtı ikən İsrail övladlarına bunu tövsiyə etdi ki, Allahın əta etdiyindən qüvvətlə yapışsınlar. Allahdan qeyrilərinin yazdıqları ilə yox. İsrail övladlarının dövründə də Allahdan qeyrilərinin əlləri yazdıqları çoxlu kitablar var idi. Çoxlu bütlər var idi, amma Allahın onları üzərində minnəti var idi, onları hidayət etmişdi, onları seçmişdi və onları bütün aləmlər üzərində fəzilətli etmişdi, öz risaləti ilə, öz kəlmələri ilə. Bu gün Allah bizlərə də minnət qoyub. Bizləri də fəzilətli etdi bütün aləmlərin üzərində, ancaq öz risaləti ilə, başqa bir şeylə yox, öz kəlmələri ilə. İndi qarşıda ayə gələcək, bəli, kim Allahın kəlmələrindən uzaq düşərsə, o heç vaxt fəzilətli ola bilməz. O heç vaxt Allah yolunda haqq cihadla cihad eləyə bilməz. Allaha şükürlər olsun. Onda Rəbbin götürdü adam övladlarının kürəyindən onların zürriyyətini və onları öz nəfslərinə şahid tutdu. Deyirləmmi mən sizin Rəbbiniz? Dedilər, bəli, biz şahidik. Ondan ötürü ki, qiyamət gün deyərsiniz, həqiqətən biz bundan qafil olduq, ya deyərsiniz ki, əlbəttə atalarımız bundan qabaq şərik verdilər və biz onlardan sonraki zürriyyətik. Bizi batil əməl edənlərə görə həlak mı edəcəksən? Allah bizləri də adam övladı adlandırır və bizləri də Allah həmd olsun atalarımızın belindən, analarımızın döş kimindən getirib, yəni nutfə olaraq qarışdırıb və bizlərə minnət qoyub və bugün bizlərə şahidlik məqamını verib. Çünki Allah özü diridir, şahiddir və onun şahidləri də daima diri olmalıdır. Yəni, dünyada olmayan bir kəs heç vaxt şahidlik edə bilməz. Onlar öz sağlıqlarında Allahın salamı olsun onlara. Şahidlik etdilər, getdilər. Amma Allah bu kitabı bizlərə miras qoydu və bu kitabın da daima risalətini təbliğ edən elçiləri göndərəcəyini Əhzab surəsinin 39-cu ayəsində, yəni buna Allaha şükürlər olsun bilirik, bizlərə göstərir ki, daha insanlar üçün bəhanə yeri qalmasın rəsullardan sonra ki, bizim bundan xəbərimiz yox idi, biz bundan qafil idik. Necə ki, bunu Qadınlar surəsində Allah buyurur 165-ci ayəsində Rəsullar bəşarət verən və nəzərə çatdırandırlar, olmasın insanlar üçün üzərinə Allahın hüccət rəsullardan sonra oldu Allah əziz, həkim. Bəli, insanlar üçün daha Allahın üzərinə hüccət olmasın deyə Allah rəsullarını ancaq göndərir bəşarət verənlər və nəzərə çatdıranlar kimi. O ki, qaldı möcüzəyə, Allahın izni olmadıca heç bir rəsul, Allahın rəsulu mövzu gətirə bilməz, məgər ki, izni ilə Allahın. Ağıl sahibləri bilirlər ki, bu Quran Allah tərəfindən gələn ən böyük möcüzədir. Səmuda, Salih əleyhissalama Allah dəvəni verdi. Musa əleyhissalama 9 aşkar möcüzə verdi, əsanı verdi. İsa əleyhissalama bir necə möcüzə verdi. Amma Allah Muhammed əleyhissalama verdiyi bu kitab və bizlərə miras qalan bu kitab, bütün möcüzələr bunun içində cəm olub. Deməli, bugün kim bu ayətləri deyirsə, inanırsa, o insanların içərisinə Allahın izni ilə bu möcüzələrlə gəlir. Cəmiyyən nə qədər möcüzələr var, hamısı bu kitabın içində cəm olub.
Belə müfəssəl edirik ayətləri, ola ki, onlar mürasirədələr. Tilavat et onların üzərinə o kəsin xəbərini ki, əta etmişdik ona ayətlərimizi və o ayrı düşdü ondan, şeytan onu özünə tabi etdi və azmışlardan oldu. Əgər biz istəsəydik, onu rəfləndirərdik onunla, lakin o ərzə meyl etdi və havayı nəfsinə tabi oldu. Bu surətdə onun məsəli, it məsəli kimidir ki, əgər onu qovasan, dilini çıxardıb hürər və əgər onu tərk edəsən, yenə də hürər. Bu kəslərin məsəlidir ki, yalan saydılar ayətlərimizlə bizi, bu hekayətləri hekayət et, ola ki, onlar fikirləşələr. Bax, görürsə, Allah deyir, götürün nə ki, ətə etmişik sizə qüvvətlə və yad edin nə ki, ondadır, ola ki, müttəqi olasınız. Burada da Allah deyir, Allah ayətlərini hamısına əta edir. İstənilən bir kəsə əta edir. Əgər kim tabi olmursa, Allah onu itə bənzədir və Allah deyir, əgər biz istəsəydik, onu rəfləndirərdik dərəcələrlə. Bax, Allah 40-cı surənin 15-ci ayəsində bunu bizlərə göstərir. Rəflərlə dərəcələri yüksəldən ərşin sahibi endirir, ruhu öz əmrindən ötürü. Üzərinə kimi istəyir bəndlərindən nəzərə çatdırması üçün görüş günündən, o gündə ki onlar dayanacaqlar, məxfi deyil üzərində Allahın onlardan şey, kim üçündür mülk? O gün vahid, qahir olan Allah üçün. Bəli, Allah istəyir seçsin, əgər bir kəs istəmirsə rəflərlə ucalmaq Allaha tərəf, Allah onu itə bənzədir. Onda Allah seçimini başqa bir kəsin üzərində qoyur. Və deyir, kimə istəyir? Endirir. O kəs ki, inanır Allah ilə və günü ilə axırın, onda Allah mələkləri ona səzdə elətdirir. Çünki o adam özü Allaha inandığına görə, bəli, Allah da ona mələklərini səzdə etdirir. Başqa bir ayəsinə baxırıq, görürük ki, Allah deyir, Allahın yoxdur məhəbbəti kafirlərə. Əgər Allahın məhəbbəti kafirə yoxdursa, heç vaxt Allah o kafirə mələkini səzdə etdirməz. Çünki ayə var, deyir, ayə kəslər ki, inanırsınız. Deməyin, riayət et bizə, deyil, nəzərə al bizi. Bəli, bugün Allahın minnətidir ki, Allahın risalətinin təbliğatı 24 saat gedir. Biz Allahdan rəhmət umuruq ki, Allah bizi axirətin gündə bizə nəzər salan kəslərdən olsun. Yəni, bizə nəzər salsın və bizimlə kəlmə kəssin. Ona görə də biz bugün Allahla kəlmə kəsirik. Necə ki, Musa əleyhissalam Allahla kəlmə kəsdi. Biz də Allahla kəlmə kəsirik. Mən şübhədə deyiləm bu Allahın ayətlərində. Şəhadət verim ki, bəli, bu ayətlər haqdır və bu bizdən qabaq üzərində Məhəmmədin nazil olub ki, bunda heç bir şək şübhə yoxdur. Əgər mən şək şübhədə olsam, mən zəlil olaram, Allaha şükürlər olsun. Ona görə də bugün çalışıram, Allahımla, Rəbbimlə kəlmə kəsim ki, axirətin gündə ola bilsin ki, bağışlanmış kəslərdən olun və Allah axirətin gündə mənimlə kəlmə kəssin və mənə nəzər salsın. Bugün bu zikr ki, ayə kəslər ki, inanırsınız, zikr edin Allahı zikr etməklə çoxlu, Allahın nəzərinin bu ölkədə olmasının bir əlamətidir. Əgər birdən buradan Allahın risalətini qadağa etsələr, Allahın rəsullarını öldürməyə qalxsalar və bu dəstəni dağıtmağa, Allahın nurunu ağızla söndürməyə çalışsalar, onda Allah bu öz nəzərini bu dövlətdən çəkər, bu cəmaatın üstündən çəkər və onlarla kəlmə kəsməz, onda bu cəmaata əzab gələr. Çox qorxulu bir şeydir, şükürlər olsun Allah. Pis məsəldir o qovmun məsəli ki, yalan saydılar ayətlərimizlə bizi və öz nəfslərinə zülm etdilər. Bəli, Allah məsəl çəkdi, bundan qabaq da deyildi, 98-ci il may ayının 18-də yalan saydılar ayətləri ilə Allahı və öz nəfslərinə zülm etdilər. Onlar elə bildilər ki, bizə zülm etdilər, əslində isə öz nəfslərini zülm etdilər. Şükürlər olsun Allaha. Allah kimi hidayət edib o hidayət tapar və kimi zəlalətdə tərk edə həmin onlar xəsarətdədirlər. Əgər Allahın hidayəti gəlir, haqq dinlə, hidayətlə Allah öz rəsulunu göndərib, bundan qabaq da göndərmişdi və çoxlu rəsullar gəlir. Bəli, Allah kimi istəsə hidayət edər. Amma hidayət etməmişdən qabaq Allah hidayətini göndərir. İnsanlar qiraət edirlər və öz rəsullarını göndərir. Bu nəzərə çatdırılandan sonra, insanlar məlumatı olandan sonra onda Allah kim istəyir hidayət edir. Kim istəyir onda Allah onu hidayət edir və kim istəmirsə də Allah onu zəlalətdə tərk edir.
Əlbəttə, biz göndərərik cin və insanlardan çoxlarını cəhənnəmə, onların qəlbləri var, ancaq onunla anlamırlar, onların gözləri var, ancaq onunla görmürlər, onların qulaqları var, ancaq onunla eşitmirlər, onlar dörd ayaqlı davar kimidirlər, bəli, onlar zəlildirlər, həmin onlar qafirlər. Yəni, biz Quranda heç rast gəlmirik ki, Allah desin ki, adamları cəhənnəmə göndərəcək. Cinləri, insanları, yəni, bəli, adam övladlarından da var. 7-ci sura 36-cı ayəsində ki, 35-də deyir ki, ay adam övladları, onda ki, gəldi Rəsulullah sizin özünüzdən, hekayət etdilər ayətlərimi mənim üzərinizə sizin və kim təqvalı olur və islah etdi və yoxdur, xof üzərində onların və olmayacaqlar, onlar hüzünlülər. İnanıb, əməlləri islah edənlər üçün. Amma o kəslər ki, yalan saydılar ayətlərimizlə bizi və təkəbbürlük etdilər ondan, həmin onlar o da hesabıdırlar, onlar orada həmişəlikdirlər. Bax, həmin o adam məsəli kimidir ki, Allah ayətlərini əta edir, adamlıq istəyir insanlara versin, onda insanlar o ayətlərdən uzaq düşəndə, bəli, Allah onları itə bənzədir. Yəni, Allahın ayəsini görə deyir, kafirlər davardır, müşriklər nəcis. Yəni, it də heyvandır. Ayətlər gələndən sonra kim inanıb əməllərini islah edirsə, Allah ona adamlıq məqamını verir. Bəli, o demək deyil ki, adam çaşa bilməz. Adam da çaşır, məlum məsələdir. Amma Allah bu kəlməni qoyub bizlər üçün ki, biz bu kəlməni təlqin alaq daima Rəbbimizdən və bilək ki, o Allahdır, xəta etməz, zəlatə salmaz, unutmaz. Yəni, o Allahdır ki, əstağfurullah, əstağfurullah, şeytanla təsir edə bilməz. Amma şeytan bizə təsir edə bilər, eləyir və eləyəcək də məlum məsələdir. Ona görə də Allah tövbə qoyub. Və burada da Allah deyir, cin və insanlardan çoxlarını cəhənnəmə göndərərəm. Onların qəlbləri var, ancaq onu anlamırlar. Yəni, onda ki, tilavat olunur. O kəslərin üzərində Allahın ayətləri, onlar özlərini karlığa, korluğa vururlar. Onda Allah deyir, xətmi var Allahın üzərində qəlblərinin onların. Üzərində eşitmələrinin və üzərində bəsirətlərinin pərdə var və onlar üçün əzəmətli əzab var. Yəni, qəbul etmir, deyir, bərabərdir üzərində onların. Nəzərini çatdırasa onların və yaxud da nəzərlərini çatdırmayasan inanmazlar. Bu gün də görürük, bəzi qalxıblar bizimlə. Biz deyirik, bu ilk növbədə təbliğat özümüz üçündür. Bu təbliğat ilk növbədə mənim özüm üçündür. Mən özümə təbliğ edirəm. Çünki burada mənfi sifətlər var, müsbət sifətlər var. Bu mənfi sifətlər məndə də ola bilər. Mən arxain olmamalıyam. Bəli, olur da. Allaha şükürlər olsun. Mən buna etiraf edirəm, eləməliyəm də. Başqa cür ola bilməz. Amma Allah tövbə qoyub, qayıdış qoyub, bu kəlimatı təlqin qoyub bizim üçün ki, çaşanda, yəni zəlatə düşəndə Allahdan istəyir ki, Rəbbimiz cəzalandırma bizi, əgər unudarıqsa və ya xəta edəriksə. Bəli, deməli, mən unutmaq, xəta etmə ehtimalım həmişə var. Və birinci növbədə də özümə təbliğ edirəm, şükürlər olsun Allaha ki, özüm haqqın bərabərində kör, özüm haqqın bərabərində kar, özüm haqqın bərabərində lal olmayıb. Özümə təbliğ edirəm, öz nəfsimə təbliğ edirəm, şükürlər olsun Allaha. Və bir də kim istəyir qulaq asmaq, mənə qulaq asanda mənə bir vasitəsi kimi baxmalıdır ki, bu kəlmələr Allahın kəlmələridir, mənim kəlmələrim deyil, şükürlər olsun Allaha. Allah üçündür, yaxşadırlar və onunla çağırın onu kəslər ki, onun adları barəsində hədlərini aşırlar, onları tərk edin ki, nə əməl edirlər, ona görə də onlara cəza olacaq. Bəli, Allah üçündür, yaxşadırlar. Mən üçlük qərar verə bilərəm. Bismillah Allahın Rəhmanın Rəhimin. Bu üçlükdür. Amma şəriksiz üçlükdür. Allahın özü adlarından biridir. Ki, iki adını da Allah qoyub ki, Rəhman və Rəhim adı ilə nazlıdır. Mən deyə bilərəm, Allah Qafur Rəhim. Allah Kərim, Həmid. Bunları deyə bilərəm, buna görə mənə günah yoxdur. Amma Allah Məhəmməd ya ilə bu günahdır. Ata, oğul, ruh naminə bu günahdır. Ata, estağfurullah, əlif, lam, mimi getiriblər ki, Allah, Cəbrail, Məhəmməd bu günahdır. Quran, sünnə günahdır. Quran, Əhl-i Beyt günahdır. Quran, Əbu Hüreyrə, Müslüm, Buxari, Təbə-Tabai, nə bilim, kim, bərabər getirir Allahın kitabına. Bu günahdır, bu şirkdir. Allah bizlərə minnət qoyub ki, bəli, biz Allaha dinimizi, yolumuzu ona məxsus edərək ibadət edirik və əgər bundan kafirlərin
kərahətləri olsa belə, Allahın öyrətməsinə biz görürük ki, daima bu bizdən qabaq da kafir cəmaat olub, onlara haqq gələndə o qızıqlanma verib. Biz istəmirik olsun. Biz özümüz də çalışırıq o kəslərdən olmayaq. Amma kimə qızıqlanma verirsə, özü bilər, şükürlər olsun Allaha. Bu ayətlər var, bizdən qabaq nə qədər nəbilər Allah yolunda vuruşdular, onlara yetişən müsibətə görə süsləşmədilər və zəifləmədilər və tabi olmadılar o kəslərin havayı nəfsinə, tabi oldular Allahın nazil etdiyinə və Allah yolunda vuruşdular, onlar da qətlə yetirildilər, təhqir edildilər, yurdlarından qovuldular. Yəni, mən bu ayətləri bilirəm ki, bu hadisələrdən mənim üçün də ola bilər, həm də Allah üçün də Rəbbidir alimləri. Onun üçün çalışıram, özüm üçün tədarük görüb, ən yaxşı tədarük də təqvalıqdır və bir gün bilirəm ki, ölüb Allaha tərəf qaydacağam. Öldürülsəm, laf gözəl, Allaha şükürlər olsun. Ona görə də bu dünyada çalışıram, çalışmalıyam, təqvalı olun ki, ahirətin günündə ola bilsin ki, Allah mənə nəzər salsın və mənimlə də kəlmə kəssin, yəni məni əməli salih bəndələrinin cərgəsinə daxil etsin. Amin. O kəslərdən ki, xəlq etmişik ümmət, hidayət edir, haqq ilə onunla ədalətlidir. Bax, yenə də Allah o ümməti adlandırır, deyir, xəlq etmişik. Allah bizləri də xəlq edir və bizləri də çağırır öz kitabına doğru. Bəli, bu dəfələrlə deyilir, mən Məhəmməd əleyhissalam bütləşdirmirəm, Allahın salamı olsun. O bir rəsul olub, keçib gedib artıq. 47-ci surə 2-ci ayəsində onun adı var. Onun, Məhəmmədin üzərinə nazil olana inanmaqdan söhbət gedir. Mən Məhəmmədə inana bilmərəm. Yəni, nə mənə inana bilmərəm? Mən onu görmürəm. Mən onun varlığına şəhadət verə bilmərəm. Ki, varlığı nə məndə ki, o diri deyil. Amma şəhadət verim ki, bəli, Məhəmməd Allahın rəsuludur, söhbəti yoxdur. Bu mənim şəhadətimdir. Amma axirətin günündə Məhəmməd əleyhissalam mənim əleyhimə şahidlik eləyə bilməyəcək ki, mən bu kəsə, ay Allah, şahidlik etmişəm. Məhəmməd əleyhissalam o kəsə şahidlik edəcək ki, öz sağlığında onu görüb, ona təbliğ edib. Heç onun sağlığında nə qədər dünyada insanlar var idi ki, o onlara təbliğ etməmişdi, onları görməmişdi. Heç Məhəmməd əleyhissalam onlara belə şahidlik eləyə bilməyəcək. Mənə necə şahidlik eləyə bilər? Allaha şükürlər olsun. Hələ Allah o ümməti səsləyir. Deyir, gərək olsun sizdən bir ümmət. Dəvət etsin, xeyrə əmr etsin, mərifət ilə və nəhy etsin inkardan. Həmin onlar nicat tapanlardır və o birisi ayəsində də Allah göstərir ki, oldunuz xeyirli ümmət, xaric oldunuz insanlar üçün. Əmr edirsiniz mərifət ilə və nəhy etsiniz inkardan və inanırsınız Allah ilə. Və əgər inansaydı əhli kitab olardı xeyirli onlar üçün, onlardan var inananlar və əksəriyyəti fasiqlərdir. Ne ilə zahir olduq insanlar üçün? Allahın nazil etdiyi kitab ilə. Bugün zahir olan ümmətlər çoxdur. Amma Allahdan qeyrilərini kitabları ilə. Allahın kitablarına şərik qoşaraq, Allahı aciz bilərək özlərini Allahdan başqa dost tutduqlarının ağalarının kitabları ilə. Amma bizim Mövlamız, həqiqi ağımız Allahdır. Allah da buyurur ki, cəhd edin, çalışın. Allah da haqq cihadla o seçdi sizi və etmədi sizin üzərinizə dində çətinlik. Atanız İbrahimin millətidir. O adlandırdı sizi bundan qabaq muslim, yəni təslim olan və bu da olsun Rəsul şahid üzərinizdə sizin, olasınız şahidlər insanlar üzərində və qalxın ayağa islahata və ətə edin zəkatı vallah ilə yapışın. O Mövlanızdır, sizin yaxşı Mövladır və yaxşı nəsildir. Bəli, bizim Mövlamız çox yaxşı Mövladır, çox yaxşı yardım edəndir. Necə ki, bunu bugün görürük ki, bəli, Allah bizə çox yaxşı yardım edir. Amma o kəslər ki, bizimlə vuruşurlar, biz onların ağalarının onlara yaxşı yardım edən olduğunu görmürük. Səbəb odur ki, onlar bizimlə vuruşa bilmirlər. Mən heç o deməkdə kimsə vuruşa çağırıram bizimlə. Onlar özləri gəlirlər. Heç gəlmirlər, hətta qorxurlar, gizlənirlər. Qara, qəlbləri qaradır, özləri də qara hesab arxasından bizimlə danışırlar. Bəli, bu ayə mənə satıb ki, şeytan və onun qəbiləsi sizi görür o yerdən ki, siz onları görmürsünüz. Deməli, şeytanın qəbiləsi cinlərdən də var, insanlardan da var. Bax, onlar şeytanın
insanlardan olan qəbiləsidir ki, biz onları gözlə görmürük. Onlar özlərini bizə göstərmirlər. Bunu ilə də Allahın iznə mən ayırt edirəm ki, o insanlar şeytanın qəbiləsindən olan şeytanlardır, cinlərdir. Yəni insanlardan olan cinlərdir. O kəslər ki, yalan saydılar, ayətlərimizlə bizi tədric edərik onları heyisdən bilməzlər. Mən onlara bir müddət möhlət verirəm, həqiqətən mənim fəndim mətindir. Deyir ki, nə oldu mənə? Heç mənə əzab gəlmədi. Hə, şükür Allah, Allah deyir, cəhənnəm kifayət deyil onlara. Onda yanacaqlar. Allah deyir, Tövbə surəsində ki, yəni əvvəlinci ayəsində buyurur, bəraətdir Allahdan və onun Rəsulundan, tərəfinə müşriklərdən o kəslərə ki, əhd bağlayıbsınız. Bu bir bəraətdir, ay bədbəxtlər, ay müşriklər. Allah sizi bəraət qazanmağa çağırır. O demək deyil, sizə bu 4 ay möhlət verilmək sizin pisliyinizədir. Bəraətdir Allahdan və onun Rəsulundan ki, bəraət qazanın Allah qazanın, yəni qarşısında. Allahın ayətləri qarşısında təkəbbürlük etməyin. Bu baxımdan Allah bəraət verir sizlərə. Və sizə də möhlət verir 4 ay ki, gəzin ərizdə, başqa ayəsində deyir ki, ərizdə gəzin və nəzər salın, necə oldu aqibəti cərimə olunmuşları. Gəlin, gizlənirsiniz izab arxasından, qara izab arxasından. Gəlin bu Əmircan kəndində soruşun. Bir halda ki, Allah bizim dilimizlə bunu bildirir də. Gəzin. O demək deyir ki, 4 ay gəzməklə Allah öz rəsulunu, dilini o saat cəza verməliydi. Bu baxımdan deyilir ki, Allah deyir, Nəbi, Allahın nəbisi sizin nəfsinizi sizdən çox istəyir. Ona ağırdır sizin inanmamağınız. Əziyyət verir yəni ona. Hər bir Allah Rəsulü, Allahın nəbisi heç kimin pisliyini istəməz. Mən də heç kimin pisliyini istəmirəm. Yazığımız gəlir. Amma Allahdan bağışlamaq istəyə bilmərəm onlar üçün. Çünki Allah məni cəzalandırar. Allah məni deyəsən görmürdün, onlar kafir idi, müşrik idi. Bəraətdir. Bəraət verir ki, gəlin Allahdan bağışlanmaq istəyir. Deyir, mənə nə oldu? Bəlbəqədə qabaqda cəhənnəm gəlir də. Deyir, mən onlara bir müddət möhlət verirəm. Bu möhlət heç o demək deyil ki, o deyir, kafir olan kəslər ilə bilməsinlər ki, onlara möhlət veririk, onların bu xeyrinədir. Xeyr, onlar üçün ziyandır. Ahirətin günündə bu onların əleyhinə olacaq. Ya fikirləşmirlər ki, yoxdur sahibləri onların cinlikdən, burada cinlik gedir də, əgər o ancaq aşkar nəzərə çatdırandır, vaxtı ikən Məhəmməd Əleyhissalama da bunu deyiblər, onu da təksib ediblər, o da Allahın ayətlərini təbliğ etdiyinə görə onu qəbul edəməyib əksəriyyəti. Məhəmməd Əleyhissalamı göndərəndə Allah, Məhəmməd Əleyhissalam, İsa Əleyhissalamın, Musa Əleyhissalamın, Nuh Əleyhissalamın adını yazılan hədisləri təbliğ eləmirdi ki. Onun üzərində nazil olan bu ayətləri təbliğ edirdi. Və Allah da deyir, sənin vəzifən ancaq aşkar nəzərə çatdırmaqdır. Məhəmməd Əleyhissalam əstağfurullah, fokus göstərdi benim özündən. Deyirdi, təbliğ edirdi, istəyir inanın, istəyir inanmayın. İndi Allah bizlərə dedi ki, təbliğ edin, nəzərə çatdırın və Allah bizlərə öyrədir. Yasin surəsində bu ayələr dəfələrlə deyilir ki, və nə üzərimizdə bizim ancaq təbliğdir aşkar, bizim. Allah heç bir nəfər də demədi orada. Əgər doğrudan da bu bir nəfərə aid olsaydı, Allah deyərdi ki, və nə mənim üzərimdə ancaq aşkar təbliğdir. Yəni bir nəfərə öyrədərdi. Və nə üzərimizdə bizim ancaq aşkar təbliğdir. Bəli, o kəslər ki, təbliğ edilər. Risalətini Allahın çəkinirlər ondan və çəkinmirlər bir kəsdən ancaq Allahdan və kafirdir Allah ilə hesab. O kəslər ki, Allah qoymaz ki adı burada. Kim istəyir, gəlsin, girsin bu yükün altına, çəksin, olsun o kəslərdən. Kim istəmir, geçsin, qıraqda öz həyatını yaşasın. Yox, kim müxalifətli eləmək istəyir, geçsin, qıraqda nə qədər istəyir, hürsün. Onun ancaq məsələ it məsələ olsa ki, bunu görürük o insanların timsalında. Əgər nəzər salmırlar səmaların və ərzin mülkündə Allahın şeylərdən nə xəlq etdiyini, ola ki, onların əcəli yaxınlaşar. Bəs bundan sonra hansı hədisi inanacaqlar? Möcüzə istəyirlər bizdən, ayət istəyir, vəhy istəyir. Allah deyir, nə qədər ayətlər var səmalarda bərzdə ki, insanlar onların qarşısından keçirlər, yəni üz çevirirlər.
Əksəriyyəti inanırlar Allah ancaq şərik qoşaraq. Allah deyir, nəzər salmırlar səmaların, vərzin mülkündə Allahın şeylərdən nə xəlq etdiyini, ola ki, onların əzəli yaxınlaşar. Yəni da bundan sonra nə möcüzə istəyirsiniz? Bir belə möcüzələr yaratmışam. Görmürsünüz ki, günəş çıxır, müəyyən bir əzəl var onun üçün. Qəmər çıxır, müəyyən bir əzəl var. Gecəsi, gündüzü, hər bir şey, müəyyən bir əzəli var. Deməli, sizin də müəyyən bir əzəliniz var. Onda ki, gəldi, nə bir təxirə salınacaq və nə təqdim olunacaq. Və Allah deyir, bəs bundan sonra hansı hədisə, yəni hansı hadisəyə inanacaqlar? Hər gün bu hadisələr bizim gözümüzün qarşısında cərəyan edir. Daha bundan sonra nə ehtiyac var ki, hansısa nutfadan yaranmışın yazdığı hədisi mən qəbul edib, ona inanmalıyam. Onunla yol tut getməliyəm. Kimi Allah zəlalətdə tərk edə onun üçün hidayət edən tapılmaz və o onları öz tuğyanlarında sərkərdan qalsınlar deyə tərk edər. Səndən lövbər atacağı saat barəsində sual edilir ki, nə vaxt olacaq? De, həqiqətən onun elmi Rəbbimin yanındadır. Ondan başqa onun vaxtını aşkar salan olmaz. Onun vaxtını aşkara salan olmaz. Səmalarda vəzdə çox ağırdır, ancaq o sizə birdən gələcək. Səndən sual edilir, sən ki, sən onu bilirsən. De, həqiqətən onun elmi Allah yanındadır. Lakin əksər insan bilməz. Bugün elə iddialar edirlər ki, Məhəmməd Əleyhisselamdan soruşdular ki, Ya Rəsulullah, qiyamət nə vaxt qopuzur? Dedi, cümə günü qopuzur, 5-ci gün. Bu insanlar da cümə ilə pətnisanı ayırt edə bilmirlər. Özə bunu türklər deyir. Gönlü türklər, ruslardan nəsə kesib onlara, hələ cümə ilə pətnisanı ayırt edə bilmirlər ki, Məhəmməd Əleyhisselam bəyəm Allahdır ki, bilsin ki, cümə nə vaxt, qiyamət nə vaxt qopacaq. Bir halda ki, Allah 38-ci surada buyurur ki, de, həqiqətən mən ancaq nəzərə çatdıranam vahid, qahir Allahdan başqa ilahi yoxdur. Səmaların vərzin və onların arasındakinin Rəbbidir, əzizdir, qafurdur. De, o xəbərdir əzəmətli. Bəli, qiyamət çox əzəmətli bir xəbərdir. Siz ondan üz çevirirsiniz. Mənim yuxarı aləmdən elmim olmadı, onlar xosunlaşırlar, vəhy olunur mənə, ancaq mən aşkar nəzərə çatdıranam. Hansı birimizin yuxarı aləmdən xəbərimiz var? Hansı birimizin o Ali Şuradan xəbərimiz var ki, saat orada Ali Şura var. Orada əmrlər həll olunur ki, yerdə yaşayanlar üçün əzab gəlsin, yoxsa onlar üçün Allah rəhmət göndərmək istəyir. Heç kimin xəbəri yoxdur. Oradan nə xəbər gəlir? Ancaq odur. Bax, bu kitab gəlib oradan, Lövh-i Məhfuzdan gəlib. Aşkar rəhbər olan Allahdan gəlib bu kitab. Amma bunun qüvvətlənməsi var Allahın izni ilə. Ki, müqəddəs ruhu nazil edir. Necə ki, dünyanın özünü bunu Allah bizlərə göstərir ki, bir dövlətdir, mən Allah'a heç kimi şərik qoşmuram, misaldır bu. Prezidentdir, qanunlar verib, hansısa bir icra kimi, hansısa bir bölgə o qanunları icra eləməyəndə, orada insanlar başlayır narazılıq eləməyə. Şikayətlər gedir ki, bu qanunları pozur. Onda prezident öz nümayəndəsini göndərir ki, get, onu cəzalandır və qanunları bərpa elə orada tezdən. İndi Allah da qanunları etmişdi Allahın, göndərdi, mələkdən də rəsulunu seçdi, müqəddəs ruhu ilə əmri ilə göndərdi yerdəki xəlifəsinin üzərinə, xəlifələrin üzərinə ki, bunlar getsinlər, Allahın qanunlarını bərpa eləsinlər, bərqərar eləsinlər. O insanların, o fironların, hamanların, qarunların, azmış insanların nəzərini çatdırsınlar ki, siz qanunları pozursunuz. Allahın qanunlarını unutmuşsunuz, zəhmət çəkin, bərqərar edin. Hələ bugün baxırıq özlərini dində sayanlar, heç mən dünyada həyat yaşayanları demirəm. Zəkat qanunu pozublar, yeməz qanunu pozublar, qiblə qanunu pozublar, rükû səcdə ibadətində olan qanunu pozublar, dəfn qanunu pozublar və s. və ilaxır, qurbanlıq qanunu pozublar. Ona görə də Allah öz rəsullarını göndərir ruhu ilə və yerdəki rəsulların üzərində bunlara qüvvətləndirir və bunları o ayətlərlə yükləyib, onların üzərini göndərir ki, gedin, mənim ayətlərimi bərqərar edin, mənim qanunlarım bərqərar olsun. Bu gün Allah bizim timsalımızda bunu göstərir ki,
Allahın minnətidir, Allahın rəhmətidir ki, bu qanunlar İbrahim oğullarının üzərində bərpa olunub, bərqərar olunub. Və kim istəmir, geçsin, nə istəyir eləsin, Allah'a şükürlər olsun. Allahın heç kimə ehtiyacı yoxdur. Deyim, mən öz nəfsimə mənfəət və zərər yetirməyə malik deyiləm, ancaq nəyi ki Allah istəyər. Əgər mən qeybi bilən olsaydım, öz xeyrimi artırardım və mənə pislik yetişməzdi. Mən ancaq aşkar nəzərə çatdıranam. Mən ancaq nəzərə çatdıranam və bəşarət verənəm o qovm üçün ki, inanırlar. Bax, Allah deyir, vəh gəlir sənə. Bax, vəhdir də bu gəldi. Necə Allah özünün ayətlərini istinad etdiyim danışığa görə necə Allah vəh verdi, ayəsi ilə təsdiq etdi. Bəli, heç bir Allahın Rəsulü öz nəfsinə nə mənfəət və nə zərər verə bilməz. Malik deyil. O malikdir Allah. Məlik yevmiddin deyirik. Biz Allaha bağlananda, Allaha inananda, onda Allah bizə öz malikliyini göstərir. Bizləri müdafiə edir. Yox, mən öz nəfsimə itaət edəndə, onda Allah məni tərk edir. Onda mən nəfsimə zərər yetirirəm. Özüm zərər yetirirəm. Onda Allah məni tərk edir. Və əgər doğrudan da Allah bizdən qabaşları da öyrədi, bizləri də öyrədi ki, əgər biz qeybi bilsəydik, öz xeyrimi artırardım. Belə başıma sınaqlar gəlir. Mən bilsəydim qeybi, heç bunların qarşısını alardım, heç mənə pislik yetişməzdi də. Mən benim lazım idi bunlar. Amma Allah göstərdi ki, hər bir o sınaqda, mənim başıma gələn sınaqda Allahın mənim üzərində rəhməti var idi. Bu bir xeyir idi mənim üçün ki, mən bilim ki, bütün bunlar Allah tərəfindən gələn mənim üzərində bir sınaqdır. Bunu özüm üçün xeyir bilir və o Allahdan yapışır. Nə arvadımı, nə uşağımı, nə bu evimi, eşimi, dünya yaşayışımı tutmayayım. Allahı tutun. Bilim ki, bir gün qayıdıb Allaha tərəf müraciət edəcəm. Və bəli, mən ancaq nəzərə çatdıranam və bəşarət verənəm o qovm üçün ki, inanırlar. Necə ki, indi nəzərə çatdırıram və bəşarət verirəm. Kim istəyir inansın, kim istəyir inanmasın. Allah'a şükürlər olsun. Odur ki, sizi vahid nəfsdən xəlq etdi və etdi ondan zövcünü onun, sakin olması üçün tərəfini onun, amma elə ki, onunla yaxınlıq etdi, o yüngül yük getirdi, onunla hərəkət etdi, amma elə ki, o ağırlaşdı, onlar ikisi Allah'ın Rəblərini çağırdılar, əgər sən bizə salih olan versən, sənə şükür edənlərdən olarıq. Əl Allah bizi vahid nəfsdən xəlq etdi. Bir kişi bir qadından, məni bir kişi bir qadından xəlq edir. 4 dənə kişi 4 dənə qadından xəlq etməyib ki. Bu baxımdandır, vahid nəfsdən. Yəni, o vahid nəfsəm kişiyə aiddirəm, qadına aiddir. Sadəcə olaraq biri kişi cinsidir, biri qadın cinsidir. Biri tarladır, o birisi əkincisidir. Yəni, Allah deyir də, yaxınlaşın əkinlinizə. Bəli, Allah kişini fəzilətli edib qadınların üzərində dərəcə ilə. İman baxımından demirəm. Ola bilər, iman baxımından qadın imanlı olar, kişi imansız olar. Ona görə də Allah deyir ki, sakin oldu, tərəfinə olun. Hələ ki, yaxınlıq etdi, yüngül yük getirdi və hərəkət etdi. Amma elə ki, ağırlaşdı, onlar ikisi Allah'ın Rəblərini çağırdılar, əgər sən bizə salih olan versən, sənə şükür edənlərdən onları. Allah bizlərə də öyrədir ki, bizlər də övladlarımız olanda Allah'tan istəyir ki, Allah bizə salih olan övlad versin. Çünki deyirik də Rəbbimiz, bəxş et bizim üçün zövclərimizdən və zürriyyətimizdən gözümüzün işığı olanı və et bizim müttəqilər üçün imamlar. Amma elə ki, əta etdi onlara salih etdilər, onun üçün şəriklər nədə ki, onlara əta etmişdir. Adidir Allah, nədən ki, ona şərik qoşurlar. Yəni, bugün bunu görürük həyatda. Allah'tan istəyirlər. Elə ki, Allah onlara övlad verir, gedirlər pirlərə, uzaqlara, nə bilim, seyidlərin yanına nəzir verirlər. Ki, bu ruzunu sənə Allah verdi də. Sən də gedib hansısa bir bütün bərabərində heyvan kesirsən. Allah deyir, kes də ismi ilə Allahın kes, Allah'a xatır kes. Allah üçün kes. Bəli, ona görə Allah İbrahim əleyhissalama öyrətdi ki, o zalim cəmaat qaparıb övladlarını bütlərin bərabərində kesirdilər. Allah dostunu öyrətdi. Çünki o dövrdə Allah ancaq o ağır məsuliyyəti onun üzərini yükləyə bilərdi. Heç kim onun kimi təpəri ola bilməzdi ki, İbrahim əleyhissalama yüklənən yükü keçirə bilsin. Ona görə Allah İbrahim əleyhissalama yüklədi, İsmail əleyhissalamı
üzərinə yüklədi ki, insanlara bir ibrət olsun ki, bu ruzunu Allah onlara verir. Övladı istəyir oğlan, istəyir qız. Daha bunu aparıb Allahın bərabərini keçməyə nəyə ehtiyac var? Allaha verir lazımdır. Onu Allah verir də bizlərə. Ona görə də Allah İbrahim əleyhissalama öyrətdi ki, ondan sonra gələn nəsillərə bir ibrət olsun ki, bəli, keçmək istəyirsiniz, məxlus Allahın adını yad edib kesin. Evində, həyətində kes, Allaha şükürlər olsun. Allah deyir, külli ümmətlər üçün etdik əskiklik. Hər bir adam öz-özündə bir ümmətdir, Allaha şükürlər olsun. Onun əskilməsi də Allah qarşısında olmalıdır. Hansısa bütün qəbrin, nə bilim, neyinsə qarşısında yox. Hə, onlar ona şərik qoşurlar, onu ki, heç bir şey xəlq etməyiblər, özləri xəlq olunublar. Və heç bir şeylə onlara kömək edə bilməzlər. Və öz nəfslərinə də kömək edə bilmirlər. Bəli, o şeyi ki, getirib şərik qoşurlar Allaha, özləri xəlq olunublar. Hə, bugün baxırıq, nə qədər pirlər uzaqlar var. Tutaq ki, Mir Möhsün ölüb gedib, Allah rəhmət eləsin. Ola bilsin Allahın yanında hörmətli bir bəndə olsun. Mən onun haqqında pis bir fikir deyə bilmərəm, nə də bunu kimdən qorxub demirəm. Əstağfurullah. Yaxşıdır, özü üçündür. Pisdir, öz əleyhinə. O mənə dəxli yoxdur. Maraqlı bir şeydir. 200 il bundan qabaq Mir Möhsün yox idi. Yəni onun adı Mir Möhsün olub, onu lağa tutub ətağa çağırırlar. Onun adı Mir Möhsündür. 200 il bundan qabaq Mir Möhsün yox idi. Nədir bu Azərbaycan xalqı yox idi? Bu Bəkkə şəhəri, Şüvələn, Mərdəkan yox idi, Əmirzan yox idi. Yoxsa Mir Möhsün gəlməklə bu Allah Taala bu Bakı cəmaatını yaratdı. Şüvələn cəmaatını, Mərdəkan cəmaatını yaratdı. Onlara başladı Mir Möhsünə görə ruzu verməyə. Mir Möhsün yox idi, ondan qabaq başqa birisi idi. Heç bir məntiqə sığmır axı. Deməli, hər dövrdə insanlar getirir, kimisə Allaha şərik qərar verirlər, Allaha övlad sinad verirlər. Bəli, Allah sağlığında bir ibrət olsun, kimisə vasitəsilə möcüzələr göstərər. Onda gedin elə İsa əleyhissalamdan istəyin də. İsa əleyhissalama verilən möcüzələr kimə verilir ki? Ha, Allahın iznində ölünü dirildir. Balaca möcüzə deyil. Bu məxlus Allaha aid olan bir möcüzədir. Bu qüdrət Allahın qüdrətidir. Amma Allah bir ibrət olaraq göstərdi. Əgər doğrudan da istəməksə, gedin İsa əleyhissalamı istəyin. Nə oldu? İsa əleyhissalamı lağa tuturlar, ələ salırlar. Onun adı gələndə məsxərə ilə onun adını hallandırırlar. Amma mən heç də demirəm getsinlər, İsa əleyhissalamını istəsinlər. Allah göstərdi ki, İsa əleyhissalam da öldü, vəfat bağışladı Allah ona. Allahın salamı olsun ona. Doğulduğu gün, vəfat etdiyi gün və dirilərək qalxacağı gün. Allah göstərdi, Mir Möhsün də öldü, getdi. Hanı o? Dursun, yenə də möcüzə göstərsin də. Özlərinə uydururlar ki, o bizim indi qardaş deyirik də, Allahın salamı olsun. O da kimdən seçdi? Bir yaşlı adamdır. Deyir ki, köynəyi atdı, biri getmişdi, dedi ki, köynəyi verdi ona, dedi, at bunu filan kesin, gözlərini gözü açılsın. Bu bir ara pres konferansı, yəni bu Skype vasitəsilə pres konferans edəndə, o saat yadıma düşdü, Yusuf əleyhissalamın əhvalatı. Bu Dədə Qorqudda da var ki, Beyrək dedi ki, qanlı köynəyimi aparın, salın atamın üzünə, gözləri işıqlansın. Bunu Qurandan getiriblər. Yaxşı şey getiriblər. Amma bu Allahın izni ilə Yusuf əleyhissalama verilən möcüzə, Mir Möhsünə verilən möcüzə deyil. Getirirlər Allahın bundan qabaqki rəsullarına verdiyi möcüzələri yazırlar başqalarının adına. Güya bunlar lorun nəsə vəsini qaldırmaq istəyir. Heç Yusuf əleyhissalamda yoxdur, Allahın salamı olsun. Amma Allah diridir, əbədidir. Allahın möcüzələri də durur, Allaha şükürlər olsun. Ona görə də biz Allahın izni ilə məxlus Allaha tərəf çağırırıq. Allahdan qeyrilərini tərəf çağırmırıq. Demirik ki, gedin İsa əleyhissalamdan istəyin, Yusuf əleyhissalamdan istəyin, Məhəmməd əleyhissalamdan istəyin və İbrahim əleyhissalamdan istəyirik. Biz İbrahim əleyhissalamdan istəmirik. Biz Allahın öyrətməsi ilə İbrahim əleyhissalamın məqamından diləyişi getiririk. Çünki Allah deyir, İbrahim olmadı o müşriklərdən. Mən İbrahim əleyhissalamı dost tutmuram. Mən Allahı dost tuturam. Ancaq o məqam ki, Allah İbrahim əleyhissalamı vermişdir, o məqamdan itaət edib, onu özümə səbəb getirirəm Allaha yaxınlaşmaqdan ötürü. Əgər bunu doğrudan da doğru düzgün yerini yetirsəm, ahirətin günü Allah məni onunla dost məqamını qərar verib, onunla bir süfrədə, bir cərgədə yerləşdirəcək.
Sözsüz ki, o uca məqam sahibidir. O atadır, Allahın salamı olsun. Mənsə oğulam. Həqiqətən o kəsləri ki, Allahdan başqa çağırırsınız, bəndələrdir sizin misliniz kimi. Əgər doğru deyirsiniz, onları çağırın, qoy siz cavab versinlər. Bax, çağırın, qoy cavab versinlər sizə. Mən də çağırım. Görün, mənə cavab verə biləcək hansısa bir Allahın Rəsulü. Çağırım Nuh əleyhissalamı. Hud əleyhissalamı çağırım. Salih əleyhissalamı çağırım. Onlar mənə cavab verə bilərlər. Xeyr, cavab verə bilməzlər. Və dedi Rəbbini, çağırın məni. Mən cavab verərəm sizə. Həqiqət o kəslər ki, təkəbbürlüdürlər ibadətində. Mənim daxil olacaqlar cəhənnəm həmişəlik orada qalmaq üçün və təkəbbürləri yeri pisdir. Allah deyir, çağırın Allahı. Buna Allah deyir, ay insanlar, oxuyun Allahın ayətlərini. Niyə Allah da şəkdəsiz? Ki, səmaları və ərzi yaratır. Ki, müəyyən bir əcəl qərar verir. Çağırır bizləri ki, bağışlasın bizim üçün xətalarımızı. Allah bizi yaratmadı ki, bizə zülm etsin. Allah bizləri yaratdı bir rəhmət olaraq. Nəfsinə rəhmət yazdı, bizləri yaratdı. Bütün bu səmaları və ərzi yaratdı. Ki, bizlərə gözəl həyat bəxş edir. Bu cür gözəlliklər bəxş edib ki, bizlər bir-birimizlə qardaş olaq, düşmən olmayaq. Düşmən şeytandır, şeytanı özümüzə düşmən bilir. Bir-birimizlə çəkişməyək. Və Allahın ayətlərinə itaət edib, hamımız gəlib Allahın dinində birləşək və bugün də Allahın iznə biz çağırırıq kitab əhlini ki, gəlin tərəfini o kəlmənin ki, bərabərdir. Bizimlə sizin aranızda ibadət etməyək Allahdan başqasına və götürməyək bəzisini Allahdan başqa. Yəni, ayəyə tam müraciət edin ki, tam olsun Allahın izni ilə. Əgər üz döndərdilər və deyil, şahid olun bizimlə, təslim olanları. Bəli, biz təslim olanlarıq. Kim üz döndərir? Ləkum dinikum vəliyyəddin. Sizin dininiz sizin üçün, bizim dinimiz bizim üçün. Sizin etdiyiniz əməllərə görə bizdən sorğu-sual olmayacaq, bizim etdiyimiz əməllərə görə sizdən sorğu-sual olmayacaq. Allah cam edəcək bizim aramızda haqq ilə və elmli açacaqdır. Hökm edəcək bizim aramızda və o elmli açandır. Göndərilmişlərdən də sual olunacaq, göndərilənlərdən də sual olunacaq. Bizdən bizim etdiyimiz əməllər sual olunacaq, sizdən sizin etdiyiniz əməllər sual olunacaq və hər bir kəs öz məsuliyyətini daşıyır. Yoxdur vəzirliklə, vəzir axıra. Onların əyaqları var, onunla. Həqiqət o kəsləri ki, Allahdan başqa çağırırsınız, bəndələrdir, sizin misliniz kimi. Əgər doğru deyirsiniz, onları çağırın, qoy sizə cavab versinlər. Onların əyaqları var, onunla gedirlər. Yoxsa onların əlləri var, onunla tuturlar. Yoxsa onların gözləri var, onunla görürlər. Yoxsa onların qulaqları var, onunla eşidirlər. Deyil, çağırın şəriklərinizi, sonra mənə qarşı nə fəndiniz varsa, əməl edin və mənə möhlət verməyin. Bugün bizlərə deyir ki, 40-cı surənin 45-ci ayəsi, nə deyirsən? Allah deyir, mənim kəlmələrim bir sınaqdır. İbrahimi kəlmələrlə sınaq etdi, imtihan etdi, bizləri də kəlmələrlə imtihan edir. Bizlərə, biz nə soruşuruq? Allahdan soruşuruq. 40-cı surə 60-cı ayəsini bəyaldın. Allah bizə çox gözəl cavab verir, çox gözəl öyrədir. Ay bədbəxt, ay müşriklər. Bunun özündə bir sınav var ki, Allah bizləri sınırı bununla. Kim Allaha məxlussuzdur, kim müşriklik edib, özündən qobaq olan Allah Rəsulunu yanında hesab edəcək. Onlar bizim yanımızda deyirlər. Allahın salamı olsun onlara. Allah yanında əzəmətlər sahibidirlər. Onlar gediblər, bunun özündə bir sınav var. Quran bir dənə ayətdən ibarət deyil ki, 40-cı surənin 45-ci ayəsindən, Əhzab surəsinin 40-cı ayəsindən ibarət deyil ki, bir-bir ayətlər var. Allah bizimlə danışır, kəlmə kəsir bizimlə. Və indi Allah göstərəcək başqa bir, bax indi Allah yenə də vəhy edir. Həqiqətən mənim dostum Allahdır, odur ki, nazil etdi kitabı, o salihlərin dostudur. Bəli, kim Allahı dostdursa və inanırsa onun nazil etdiyi kitaba, onda o salih əməl sahibi olur. Çünki Allah deyir, o kəslər ki, inanırlar və əməli islahatdır və inanırlar, nə ilə nazildir üzərinə Muhammedin və o haqdır Rəblərindən onların ortaya onların pisliklərinin üstünü
və islah edər onlar üçün əhvallarını. Mən Məhəmmədi dost tutmuram özümə. Allahın salamı olsun. Mən onun Allahı olan, ondan qabaqçıların Allahı olan və mənim Allahım olan, bütün aləmlərin Rəbbi olan Allahı özümə dost tuturam. Çünki o nazil edib kitabı. Birdən nazil etməsini mən Allahı hardan tanıyırdım? O nazil edəndən sonra mən Allahı tanımışam. Allah'a şükürlər olsun. Və mən Allahı yaradana görə yox, yaradanı Allah'a görə tanıyıram. Allah'a şükürlər olsun. Yaradılmışı Allah'a görə tanıyıram daha doğrusu. O kəsləri ki, siz ondan başqa çağırırsınız, onlar sizə yardım bacarmazlar və öz nəfslərini yardım etmirlər. Əgər sən onları hidayətə tərəf çağırırsan, onlar eşitmirlər. Sən görürsən ki, onlar sənə tərəf baxırlar, onlar görmürlər. Bağışlamağı tut və yaxşılığa əmr et və cahillərdən üz döndər. Yaxşı, bu bizim dövrümüzə də aiddir, bizdən qabaqçılara aiddir. Əgər doğrudan da Məhəmməd Əleyhisselam hidayət edən idisə, bu dövrdəki insanları, Allah deyir, əgər sən onları hidayətə tərəf çağırırsan, onları eşitmirlər. Məhəmməd Əleyhisselam 1400 il deyil, 1500 il bundan qabaq məni çağırsaydı, mən onu hardan eşidəcəkdim? Bir halda ki, mən yox idim həyatda. İndi mən varam həyatda, o yoxdur həyatda. O məni necə çağıra bilər? Fərqi nədir? O var idi, mən yox idim. İndi mən varam, o yoxam. Bunun o bir tərəf vardı, Allah'a şükürlər olsun. Deməli, Allah ona görə də 14-cü, Suran 4-cü ayəsini hələbədən nazil etməyib. Uca əzəmətli Allah doğru buyurur. Allah mübarək eləsin bir daha. Rəbbimiz cəzalandırma bizə əgər unudarıqsa və ya xəta edəriksə. Rəbbimiz yükləmə üzərimizə ağırlığı, nə qədər yüklədin üzərinə kəslərin ki, bizdən qabaq var idilər. Rəbbimiz yükləmə bizə, nə ki taqətimiz yoxdur ona. Əff et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizə Mövlamızsan və yardım et bizə üzərində kafir qolmu. Rəbbimiz qəlblərimizin əyilməyinə imkan vermə ondan sonra ki, hidayət edibsən bizi. Və bəxş et bizim üçün öz yanında rəhmət, həqiqətən sən Vahhabsan. Rəbbimiz həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı. Və bizi o da azabından qoru. Allahım mənim, maliksən mülklərin. Verirsən mülk kimə istəsən, alırsan mülkü kimdən istəsən və izzətlidir kim istəsə və zillətlidir kim istəsə, sənin əlindədir xeyir. Həqiqətən sən üzərində küllü şeyin qadirsən. Cövlan edirsən gecəni gündüzdə və cövlan edirsən gündüzü gecədə. Və xaric edirsən dirini meyitdən və xaric edirsən meyiti diridən və ruzu verirsən kimə istəsən qeyri hesab. Rəbbimiz bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı. Və sabit et qədəmlərimizi və kafir qolma qarşı bizə yardım et. Rəbbimiz sənin rəhmətin və ilmin küllü şeyə had edir və bağışla o kəsləri ki, qayıdıblar və tabi edirlər sənin yoluna. Və qoru onları cəhənnəm əzabından Rəbbimiz və daxil et onları ədin cənnətlərinə. Hansı ki, vədi vermişdin onlara və o kəsə ki, salih atalarından və zövclərindən və zürriyyətlərindən həqiqətən sən əzizsən, həkimsən və qoru onları pislikdən və kimi pislikdən qorusan, o gündə ona rəhm etmiş olarsan və budur əzəmətli olur. Rəbbimiz bəxş et bizim üçün zövclərimizdən və zürriyyətimizdən gözümüzün işığı olanı və et bizi müttəqilər üçün imamlar. Rəbbimiz et bizi sənə təslim olan və zürriyyətimizdən sənə təslim olan ümmət və görək biz əskikliyimizi və tövbə et üzərimizə bizim. Həqiqətən sən təvvabsən, rəhimsən Rəbbimiz. Artır üzərimizə səbir və sabit et qədəmlərimizi və yardım et bizə üzərində kafir qolmu. Rəbbimiz həqiqətən sən bilirsən nə ki məxfi edək və nə ki elan edək və bir şey məxfi qalmaz Allaha səmada və əzdə. Rəbbimiz həqiqətən biz eşitdik dəvətlə imana çağırışlı iman gətirin Rəbbimizə və biz iman gətirdik. Rəbbimiz bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərimizdən və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Rəbbimiz əta et bizə nə ki bəd etmişdin bizi öz rəsulların vasitəsilə və rüsva etmə bizi. Qiyamət gündə həqiqətən sən vədinə xilaf çıxmazsan Rəbbimiz. Et bizi və zürriyyətimizi islah üçün ayaqlı alxan Rəbbimiz istəyimizi qəbul et. Rəbbimiz həqiqətən bizə nazil edəcəyin xeyrə möhtəzir. Rəbbimiz bəxş et bizə hikmət və bizi salihlərlə birləşdir və et bizi axırdakılar arasında doğru dil və et bizi nəyim cənnətlərinin varislərindən və rüsva etmə bizi qalxma gündə o gün yoxdur. Mənfəəti mal dövlətin və oğulların ancaq kim ki, gələrsə Allaha tərəf salim qəlbi. Rəbbimiz öyrət bizə, şükür edək sənin neymətinə, hansı ki neymət verdin bizə və bizim valideynlərimizə və ondan ötürü kəməllərimizi islah edək. Hansı ki, sən ondan razı olasan və daxil et bizə öz rəhmətinə, salih bəndələrin içərisində olan halda Rəbbimiz sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəfdir qayıdış.
Sübhandır Rəbbin, səni izzət sahibi olan Rəbbin nədən ki vəsf edirlər və salam üzərinə göndərilmişlərin və həm Allah üçündür, Rəbbidir aləmləri.